أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين. أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli dinleyiciler, gözəl xasiyyət, yaxşı əməl əlbəttə ki gözəldir və hər bir işə gözəllik gətirir. Xasiyyətlər demişkən, misal üçün sevmək, həyalı olmaq, işgüzar olmaq və ilaxır çox saymaq olar. Bunların hər birisi gözəl xasiyyətdir, yaxşıdır. Amma bizim bugünkü mövzumuz bu yaxşı işə şeytanın qarışması olacaq ki, tez-tez müsəlmanlarda bu problem hiss olunur. Elə özümüzdə də o cümlədən. Hər birimizdə zaman-zaman yaxşı əməldir deyə çaşa bilirik və yanlış iş görə bilirik. Ona görə dəyərli insanlar, biraz mövzuya daha dərindən varmaq lazımdır. Hər kəs özü öz növbəsində, özündə bu incəliyi axtarsın. Hökmən dəyərli insanlar, hökmən. Hər birimiz özümüzdə bunu axtaraq. Görək ki, məndə də bundan varmı? Hökmən var ha. Məndə və səndə və bizdə, hər birimizdə. Çünki şeytan çox böyük hiləgərdir. Böyük oyunlar qurur. Kimisini əxlaqsızlıqla azdırır, kimisini həyasızlıqla azdırır, kimisini isə həyanın içində azdırır. Bəli, düz eşitdiniz. Həyanın içində də azmaq vardır. Həya, misal olaraq hələ bir həyadan danışaq və sonra bir-iki başqa mövzulara da toxunarıq. Həya, bildiyimiz həya nədir? Yəni, insan bir sözü deyəndə, bir işi görmək istəyəndə utanması. Utanır, həya edir, o sözü demir. Deyir, ya məndən böyükdür, deməyim və yaxud da birdən onu incidərəm, demir, həya edir. Allahın Rəsulu həya barəsində buyurmuşdur. وَمَا كَانَ الْحَيَاءُ فِي شَيْءٍ İllə zannəhu. Ravahu İbn-i Macə. İbn-i Macə İbn-i Macə, Allah ona rəhmət eyləsin. Onun rəvayət etdiyi bu hədisdə Resulullah buyurur ki, sallallahu aleyhi və səlləm, hansı işdə həya varsa ona gözəllik gətirər. Bəli, həya gözəllikdir. Həya insanın dəyərini qaldıracaq bir yüksəlişdir və bir gözəl davranışıqdır. Və həyasına görə insan bəzən heç xoşlamadığı birini sevməyə başlayır. Çünki həya var. Həya böyük kiçiklik. Həya nədir? Yerini bilmək. Həya bəzən özünün istədiyin bir şeyi utanaraq deyə bilməməkdir. Amma bu cür gözəl əməlin içinə şeytan bəzən müdaxilə edir. Necə ola bilir o? Misal üçün, bir nəfər özünə məxsus bir sirli problemini soruşmaq istəyir. Ola bilsin, din bilici adamdan soruşmaq istəyir ki, filan iş başıma gəlib, mən necə edim burada? Namazı necə qılmalıyam? Təmizliyimi necə etməliyəm? Belə bir hadisə baş verib. Həya edir, soruşmur. Baxın dəyərli insanlar, siz bax buna diqqət eləyin. Əgər sizdə belə bir hal varsa, misal üçün dinini öyrənmək istəyirsən, amma həya edirsən soruşmağa, bilginən ki, o həyanı Allah sevdiyi həyalardan deyil. O həya Allah üçün olan həyadan deyil. Birbaşa o həyaya
şeytan müdaxilə etmişdi. Amma sənə yaxşı göstərir. Sən deyirsən ki, qiyamət günü də misal üçün şeytan belə öyrədir də bizə. Sabahları Allahın huzurunda da deyəndə Allah desə ki, niyə bu işi düz görmədin? Deyərəm ki, Allahım, utandım bunu soruşmağa. Allah o şəxsə deməyəcək, əhsən sənə, sən nə qədər həyalıymışsən. Əgər etdiyi çox böyük yanlışlardan biri idisə, ona görə cəza çəkəcək. Misal üçün, namazın batil ola bilər. Batil ola bilər. Başına bir iş gəlib, təmizlik işidir. Onu görməlisən. Utanmısan, soruşmamısan, yanlış iş görmüsən. Və haradasa bilirdin ki, düz etmirəm. Amma soruşmağa həya edirdin. Və soruşmadın və dinini düz yaşamadın. Bax, bu şeytandandır. Bu həya Allahdan deyil. Allahın alqışladığı, yaşasın belə qulum dediyi həya deyil. Əksinə, ona cəza vardır. Əksinə, onun həmən yaxşı əməli batil olmuşdur. Namaz qılmışdısa, namazı batildir. Oruç tutmuşdusa, orucu batildir. Çünki soruşa bilərdi, soruşmadı. Bir var bilməyib məsələni. Bir də var, bilir ki, nəsə düz getmir, amma soruşmağa ərinir. Bax, bu düzgün deyil, dəyərli insanlar. Qətiyyən düzgün deyil. Ona görə də dinimizdə istənilən bir məsələ olsa, onu hökmən soruşmalısan. Amma soruşarkən, əgər o qədər xəlvəti, o qədər yəni məhrəm sualdırsa, etibar etdiyin adama soruş. Çünki insanlara da etibar yoxdur. Sənin sözünü yayarlar, başqa yerdə danışarlar. Etibar etdiyin. Ona görə də dəyərli dindarlar, dəyərli bilənlər, insanların onlar ilə danışdıqlarında sanki o sözü elə almalıdır ki, cavabını verəndən sonra şəxsi də sualın cavabını da, sualı da unutmuş olsun. Daha öz xəyallarında saxlamamalıdır. Filan kəs mənə bu barədə sual verib. Əgər məhrəm sualdırsa, hətta öz yaddaşından belə onu silməlisən. Bu mümkündür. Psixologiyada bu var, yaddaşı silmək məsələsi. Yəni, çünki yaddaşında saxlama. Birdən şeytan sonra sənə vəsvəsə verər, birinin sirrini açarsan. Ona görə də dəyərli bilənlər və dəyərli öyrənənlər. Siz öyrənin, öyrədənlər də bu məsələdə bir qala kimi olsunlar. Yəni sir küpəsi olsunlar. Yəni orada sözü gəzdirib, sözü saxlayan olmasın. Ona görə dəyərli insanlar, çox vaxtı dövrümüzün gəncləri də bəzi məsələləri bilmədən yanlış yaşayır, yanlış iş görür və beləliklə də həm dinini bilmir, öyrənmir və nəticədə də yanlış iş görmüş olur. Ayşə radiyallahu anha deyir ki, bəzən qadınlardan Rasulullahın yanına gəlib elə sual verirdilər ki, Rasulullah cavabını verib gedəndən sonra mən ona deyirdim, sənin üzvün suyu tökülsün. Necə soruşdun sən bunu? O deyirdi, nə edim ki? Bəs kimdən soruşum ki? Allahın Rasulundan soruşmayıb, kimdən soruşmalıyam ki? Yəni, konflikt mənasında yox ha. Yəni, qadınlar da öz arasında deyirdilər ki, yəni sən necə soruşdun bunu? Yəni, həya etmədin və dində də belə bir qayda var. Dində də belə bir qayda var. Yəni, o şey ki, Allah üçün, Allahın dinini öyrənmək üçündir, ona həya yoxdur. Ona olan həya şeytandandır. Qətiyyən bunun Allah ilə əlaqəsi yoxdur. Çünki Allah onu bizə öyrətmişdi. Əgər bu həya mövzusu olsaydı, onu Allah bizə öyrətməzdi. Bir də həya kimdəndir? Daha sən gedib yoldan keçəndən soruşsan, kim gəldi ondan soruşsan, bu həyasızlıqdır. Amma sən bunu sahibindən soruşursansa, bilicisindən soruşursansa və sən və o bildisə bu mövzunu, o zaman bu həyadır. Bunu öyrənmək lazımdır. Ona görə dəyərli insanlar, insan olur, misal üçün sual vermək istəyir,
elm almaq istəyir, utanır və utandığından elmdən məhrum olur, kitabdan məhrum olur və yaxud da ki, hansı isə bayaq qeyd etdiyimiz bir incə məsələnin cavabından məhrum olur. Ona görə də özümüzü məhrum etməyək. Şeytan bizi aldatmasın ki, həyalıyam mən, həyadan soruşmuram. Çox xasiyyətimiz vardır. Misal üçün, sevmək. Sevmək nə gözəldir. Yəni, insan anasını sevir, övladını, ailəsini, dostlarını, vətənini, torpağını sevir. Nə gözəldir. Hər şeyə gözəllik gətirir. Amma bu sevgi bəzən insanı Allah yanında üzü qara edir. Misal üçün, sənə aid olmayan birini sevmək. Sənə aid deyil, ona vurulmusan. Normaldır, sevgidir deyə qəbul olunmalıdır. Bəli, Avropalılara görə bəli, ateistlərə görə əlbəttə ki. Babək kimi qəhrəmanlarımıza gəldikdə əlbəttə ki, onlar deyirdilər. Tariximiz var, açın, oxuyun, zəhmət olmasa. Deyirdilər, sevirsənsə, deməli o sənindir. Sevirsənsə, sahib çıxmalısan. Oysa Allah sərhəd qoymuşdu. Sevgi var, Allahın qoyduğu sərhəd çərçivəsində. Sənə aid olan birini sevə bilərsən. Sevmə sənə sevilməsinə görə icazə veriləni sevə bilərsən. Yoxsa sənə aid olmayan birini sən necə sevərsən? Niyə də sevməlisən? Və yaxud da ki, sevginin də baxır hansı həddində də. Yəni, bunlar şəxslərə görə dəyişir. Əlbəttə, ana sevgisi başqa cür olur, vətən sevgisi başqa cür olur. Bir kişinin qadına, qadının kişiyə sevgi bildirməsi başqa cür olur. Bizim burada naməhrəm sevgilərdən danışırıq ki, yəni bir kişi ona aid olmayan bir qadını sevməsi qadağandırsa, onu sevə bilməz. Deməli, burada sevgi varsa, o sevgidə şeytan əli vardır. Şeytan əli vardır. Soruşmaq ola bilər. Necə olur ki, bu bizdə baş verir? Yəni, mən dinimi öyrənmək üçün sual verməliyəm, utanıram, vermirəm. Və yaxud da ki, mənə yasaq olan bir sevgi yaşayıram. Yəni, bu olmaz, mən bunu yaşayıram. Bəs burada necə olur ki, şeytan bizə qələbə çalır? Əslində bu şeytanın hücumudur. Şeytan hər insanda fərqli metodla hücum edir. Hamında fərqlidir. Bəlkə də iki nəfər heç eyni müdaxilə olmur şeytanda, iki nəfərə. Hərəsini ayrı-ayrı. Hətta bir ailənin üzvləri olsalar belə. Şeytan hər kəsin çox sevdiyi, çox qorxduğu bəzi məsələləri bilir, xəbərdardır. Çünki illərlə də onun ətrafında kəşfiyyat işləri aparır və onun incə yerlərini tapır. Ola bilsin ki, bu insan həyalıdır. Şeytan bunun bu zəifliyindən, daha doğrusu bu gözəl xasiyyətindən, bu gözəl davranışığından istifadə edib də bunu aşırı həyalı edir. Aşırı həya. Aşırı həya nədir? Lazım olan, vacib olanı soruşmur. Soruşmaq lazımdır. Və yaxud da ki, demək lazımdır. Dərdin var, dərdini de. Dərdini de, bəlkə əks tərəf sənə yardım edəcək. Dərdini deməyib, nə qədər insan vardır, sevirdi, dərdini deyə bilmədi, sevgisini ifadə edə bilmədi, bir ömür əzabını çəkir. Nə qədər insan vardır ki, bir sözü bilir, sahibinə demədi ki, həya etdi, utandı, demədi ki, mən bunu istəyirəm. Misal üçün, övladdır atasına, anasına demədi, mən nəyi istəyirəm. Onlar da onu ona vermədilər. Bir ömür ona məhrum yaşadı. Yəni, danışmaq lazımdır, demək lazımdır. Bu həya deyil.
Sonra demə, mən utanğacam, deyə bilmədim, nə edim axı? Nə edim? Artıq çəkdiyini çək. Artıq yaşadığını yaşayacaqsan. Demədin bir ömür, bəzən ayrı düşdün və yaxud da ki, demədin bir ömür, bir elmi öyrənmədin. De, danış. Amma hər şeyin çərçivəsində. Yəni, həyadan deyil, bu o demək deyil, açıq-saçıq hər nəyi. Yəni, maksimum dərəcədə fikri çatdır, amma ki, həya sərhəddini pozmadan. Daha bu o demək deyildir. Səndə insan vardır, belə danışır. Deyir, dində utanmaq yoxdur. Necə istəyir, belə danışır. O qədər də deyil. Yəni, sən danışarkən üzündən həya yaxdığı bilinsin. Görünsün ki, utana bu adam danışır. Yoxsa üzü boz, gəlib də insanın üzünə dayanıb da deyilməyəsi sözləri rahat-rahat danışmaq, bax, bunun özü də sərhəddi aşmaqdır. Ona görə dəyərli insanlar, ümumiyyətlə insanlıq çox çətin işdir. Çünki insanın şeytan kimi düşməni vardır. Halal olanı bəzən elə yaşadır insana, insan gözdən düşür. Və bəzən haram olanı elə insana yaşadır, yenə də insan gözdən düşür. Yəni, hər iki vəziyyətdə şeytan iş görə bilir. Ona görə biz yaşadığımız həyatda məsələlərin zahirinə baxıb kifayətlənməyək. Bu sevməkdirsə, sevmək gözəllikdir, gözəl bir şeydir, sevirəm, burada nə var ki, deyib üstündən keçməyək, şeytan bu sevginin içində iş görər. Həya deyib, həya hər nəyə gözəllik gətirir. Allahın Rəsulü deyibsə, Allahın Rəsulü onu deməyib ki, həya hər nəyə gözəllik gətirir, dinini öyrənməsin də səni alqışlayarlar. Yox, bu belə deyil. Bu, öyrənilməsi işlərdir. Baxın, işığın çoxluğu da insanı kör edir, yoxluğu da insanı kör edir. Yəni, insan qaranlıqda da kör olur, bir dəfəlik gözünə güclü işıq verəndə də insan kör olur. Deməli, hər nəyi balansında istifadə eləmək lazımdır. Yəni, işığın da balansında istifadə edəndə yol sənə aydın olur. Deməli, həya, sevmək və digər istənilən hər hansı bir xasiyyət öz balansında olmalıdır. Tamamilə onu tərk edilməz. Və biz də öz həyatımızda yaşadığımız hər hansı bir gözəl xasiyyətlərimizi analiz eləyək. Bir baxaq ona. Görək, mənim üçün bunun faydası nə zamandır? Hətta elm almaq belə. Elm alırsansa, onun da sərhəddi vardır. Onun da öyrəniləsi bir ölçüsü vardır. Yəni, hər nədə ölçüyə fikir verək, dəyərli insanlar. Ələl-xüsus, bugünün ən böyük problemi, bax, bayaqdan toxunduğumuz həya mövzusudur. İnsanların çoxu dinini öyrənmir və bilmirlər. Bax, beləcə qaranlıqda yaşayırlar. Ona görə də öyrənmək lazımdır, bilmək lazımdır, amma burada yollarını tapmaq lazımdır. Misal üçün, elə sahaba qadınlar var idi, yaşlı bir qadın tapmışdılar, öz sözlərini ona deyirdilər o qoca qadına. O qadın gedib Allahın Rəsulundan soruşurdu. Yəni, cavan istər-istəməz həya edir də, yəni o da cavandır, Rəsulullahdan o sözü soruşmağa utanırdı. Amma yaşlı birisini göndərirdi, o soruşurdu. Qadın var idi, həyat yoldaşına deyirdi. Həyat yoldaşı gedib Allahın Rəsulundan soruşurdu ki, ya Rəsulullah, qadının başına belə iş gəlsə, necə etsin, necə təmizlənsin, necə namazını qılsın, nə zaman qılmalıdır? Bu hadisə baş verir, belə olur. Beləcə Allahın Rəsulu da onlara öyrədirdi. Yəni, bir yolunu tapmaq lazımdır. Yoxsa ki, mən öyrənmədim, bilmədim, niyə utanıram deyil. Bir yolunu tap. Hökmən bir yolu vardır. Bilən adamlar da hökmən bir pəncərə açıq qoyur ki, ondan soruşa bilənlər bu pəncərədən gəlsin. Ona görə dəyərli insanlar, dinimizi öyrənək,
Həyat çox gözəldir, amma sərhəddi vardır. Sevmək çox gözəldir, sərhəddi vardır. Qəzəblənmək bəzən gözəldir, bəzən bədbəxtçılıq gətirir. Yəni, hər işin içində gözəllik də var, bədbəxtlik də var. Biz seçək, düzgün olanı yaşayaq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.